Dünyanın coğrafi xəritəsində elə yerlər var ki, onların adları çəkiləndə insan vahimələnir. Ölülər təpəsi, İblis bataqlığı, Ölüm dərəsi və s. Bunların hər biri özündə çoxlu gizli əfsanələr saxlayır. Bu rəvayətlərdə ehtiyatsız səyyahların təsadüfi ölümləri deyil, sirli və izah edilməsi çətin olan ölümlər barədə danışılır. Ölülər dağı Şimali Uralda 1079 metr yüksəklikdəki zirvənin Mansi dilindəki Xola-Siyaxl adı məhz belə tərcümə olunur. Zaman-zaman o öz adının doğruluğunu təsdiq edib. Yerli əhalinin ən yaşlıları hələ də burada baş vermiş hadisəni danışırlar. 1959-cu il fevral ayının 2-sində Ölülər dağının enişində Uraldan olan turistlər düşərgə salır. Bir neçə gün sonra onlara ölü tapırlar. Faciənin səbəbləri bu günə qədər məlum deyil. Oxşar və biraz fərqli hadisə Azərbaycanın qərbində, əvvəlki Xanlar, indiki Göygöl rayonunun mərkəzində 5 kilometr məsafədə Göygölə gedən yolda baş verib. Moskvadan gələn tədqiqat qrupu avtomobili bu yamacda saxlayıb. Lakin hər dəfə avtomobil yerin cazibə qüvvəsinin əksinə olaraq öz-özünə yuxarıya doğru hərəkət edib. Daşları və avtomobilləri bütün təbiət qanunlarına zidd olaraq hərəkət etdirən hansı qüvvədir? Bəzi insanlar hadisələrin yerin cazibə qüvvəsinin bu ərazidə düzgün yerləşmədiyi haqqında fikirlər deyir. Amma bu suala cavab axtaran tədqiqatçılar hələ də son sözlərini deməyiblər. Videonu bəyəndiysəniz, bəyənib abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın.